Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lah. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sallallahu aleyhi ve ala alihi ve sahbihi ve sallama teslimen kethira amma ba'd. Değerli izləyicilər, biz yenə Tövhid kitabına dərsimiz davam edirik. Tövhidin fəziləti və günahları olan kəffarəsi haqqında fəsildən dərsimiz davam edirik. Ənəs bin Məlik, Allah ona razı olsun, rivayət edir ki, Allah nebisi sallallahu aleyhi ve sellem belə dedi. Uca Allah deyir ki, Qudüs hədisdə, ey Adəm evladı, əgər mənə yer dolu günahlarla gəlsən və mənə şərik qoşmadan gələrsənsə, mən sənə o qədər məğfirətlə gələrəm. Hədisi rivayət edən Ənəs ibn Məlik ənsarlardan olan, Xəzrəc qəbiləsindən olan sahabələrdəndir və Peyğəmbər sallallahu aleyhi və səlləmə 10 il xidmət etmişdir. Allah nebisi sallallahu aleyhi və səlləm ona belə dua etmişdir. Allahümme əksir mələhu və balədəhu və ədxilhul cənnə. Allahım, Ənəs ibn Məlikin malını və evlatlarını artır və onu cənnətə daxil elə. Bu sahabə bəzi rivayətlərdə 92, bəzi rivayətlərdə 93 yaşına kimi yaşamışdır. Yəni 100 yaşına az qalmış vəfat etmişdir. Hədisin icmalı mənası bundan ibarətdir ki, Allah nebisi sallallahu aleyhi və səlləm Rəbbindən rivayət edərək bizə xəbər verir ki, Allahın rəhməti genişdir, Allahın məğfirəti lütfu genişdir. Əgər qul Allaha nə qədər günah edərsə, Allaha qarşı ona şərik qoşmadan onunla görüşərsə, Allah ona o qədər məğfirətlə gələr. Necə ki, Uca Allah buyurur ki, Quran-ı Kərimdə İnna Allaha la yaghfiru an yushraka bihi və yaghfiru ma duna zalika limen yasha. Allah özünə şərik qoşulmağı bağışlamır, ondan aşağı günahları istədiyinə bağışlayacaq. Bu hədis bizə tövhidin fəzilətini bəyan edir və savabının çoxluğunu bəyan edir. Həmçinin Uca Allahın rəhmətinin və əffinin genişliyini bizə bəyan edir. Eləcə də bu hədis rəddir xavariclərə. O kəslərə ki, böyük günah sahiblərini, yəni şirk etməyən, böyük günah sahiblərini təkvir edən xavariclərə, ümmətdən, millətdən çıxardan xavariclərə rəddiyədir. Həmçinin bu hədis bizə bəyan edir ki, Allah Subhanahu wa Taala'nın cəlalına layiq şəkildə kəlamının isbatını bəyan edir. Həmçinin bu hədis bizə La ilahe illallah kəlməsinin mənasını bəyan edir ki, La ilahe illallahın həqiqi mənası budur ki, şirkin böyüyünü və kiçiyini tərk etmək. Və insanın bu kəlməni mücərrəd dilində deməsi kifayət deyil. Əksinə insan La ilahə illallah deməklə bütün şirki tərk etməlidir və Allahın ibadətə layiq olduğunu isbat etməlidir. Həmçinin bu hədis bizə hesab gününü və cəza gününü və dirilməyi isbat edir. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.